Faik Bey, Bəli. devam edelim lütfen bəli. Ben devam edeyim mi? Elber buyurun. Tamam. Yani bizim için doğrudan da bu 80 illik yani bu dövür çok önemlidir. Biz yani bizim bilmem bildiğimiz budur. Necə ki 1920-ci ilin 27 aprelində Sovet Rusiyası Quzey Azərbaycanın haqlarını çiğnədi, işğal etdi. Eləcə də vaxtilə Pəhləvilər rejimi də müəyyən qüvvələri arxasına alaraq 1946-cı ilin dekabrında Azərbaycan Milli Hökumətimizin milli bayrağını, milli dövlətçiliyinə son vermişdir. Mən bir mənalı şəkildə hesab edirəm ki, əslində o dövlət elə demək olar ki, %90% müstəqil bir dövlət idi. Sadəcə milli, hətta biz bilirik ki, İstiqlal bəyannaməsi də demək olar ki, ortadaydı. Baxmayaraq ki, həmən İstiqlal bəyannaməsi, yəni Azərbaycan Milli Hökumətinin İstiqlal bəyannaməsi geniş ictimaiyyətə bəlli deyil. Biz bilirik ki, belə bir İstiqlal bəyannaməmiz də olmuşdur. Bugün bizim üzərimizə düşən nədir? Yəni bizim üzərimizə düşən odur ki, az öncə dediyimiz kimi sevindirici tərəf odur ki, artıq bir çox təşkilatlar bir araya gəlirlər, bircə tədbirlər keçirirlər və bu çox gözəldir. Yəni artıq biz gücümüzü birləşdirməliyik. Əgər istəyiriksə ki, Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi milli hökumətimiz bərpa olunsun, əgər istəyiriksə yenidən öz başımız üzərində milli bayrağımız dalğalansın, bizim təşkilatlarımızın birləşib, yəni birləşmək deyəndə əslində bu birləşmək o anlama gəlmir ki, necə deyərlər, hər kəs daim bir arada olsunlar. Birləşmək milli hökumətimizin bərpasından birləşməkdən söhbət gedir. Milli dövlətimizin bərpası naminə birləşmək lazımdır. Məsələn, necə ki biz bunu 1991-ci ilin deyək ki 18 oktyabrında Azərbaycan öz müstəqilliyini, Quzey Azərbaycan öz müstəqilliyini bərpa etdi. Ancaq yenə də fərqli partiyalar vardır. Biz bilirik, bugün də deyək ki Müsavat Partiyası var, Yeni Azərbaycan Partiyası var, Sosial Demokrat və digər yəni partiyalar vardır. Demək istədiyimiz odur ki, artıq biz milli hökumətimizin, milli dövlətimizin, yəni mən Güney Azərbaycanın üçün deyirəm, biz buna çox yaxınıq və sevindirici hal budur ki, dünyanın müxtəlif ölkələrində yaşayan və müxtəlif qurumları, partiyaları, ictimai təşkilatları təmsil edən insanlarımız bir araya gəlirlər. Bu çox sevindirici haldır, çox müsbət haldır. Əslində artıq İran adlanan ölkənin bu ruhda davam etməsi mümkün deyildi. Yəni artıq orada milli insanlarımız, milli ruhlu insanlarımız günü gündən çoxalır. Yeni bir nəsil yetişir. Elə bir nəsil ki, o nəsil məhz Seyid Cəfər Pişəvərinin, Şeyx Məhəmməd Xiyabaninin yolunu davam etdirərək müstəqil bir Azərbaycanda yaşamaq istəyir, müstəqil bir Güney Azərbaycanda yaşamaq istəyir. Mən sizə deyim ki, əslində biz bir həqiqəti bilməliyik ki, məhz Səfəvilər dövlətindən sonra ki, Əfşarlar dövlətindən sonra da Qacarlar dövləti oldu. Qacarlar dövləti bildiyimiz kimi Türk dövlətçilik ənənəsinə uyğun olaraq tamamilə Səfəvilər dövlətini bərpa edə bilmədi və Azərbaycanımızın bir qismi Çar Rusiyasının işğalı altında qaldı və biz öz müstəqilliyimizi 1918-ci ildə bərpa etdik və 1991-ci ildə isə yenidən onu qazandıq. Yəni bu anlamda demək istədiyimiz odur ki, biz görürük. Yəni indi İran adlanan ölkənin mahiyyəti demək olar ki, onun gücünü və gələcəyi yalnız və yalnız Azərbaycanla bağlıdır. Yəni Azərbaycan amili çox mühüm amildir. Azərbaycanın bir qismində müstəqil dövlətimizin olması və digər qismində 45-46-cı illərdə demək olar ki, böyük ölçüdə müstəqil bir dövlətin olması, yəni bu elə belə bir şey deyildir. Yəni hər halda Azərbaycan amili vardır. Azərbaycan amili var, Azərbaycan Respublikası, Azərbaycan Cumhuriyyəti amili var, Azərbaycan Milli Hökuməti amili vardır. Ona görə də burada mən dinlədim, yəni sayın hörmətli Eldar Qaradağlı, Məcid Arazın,
eyni zamanda Azərbaycan Demokrat Firqəsinin adından çıxış edənlər, Azərbaycan Öğrenciler Hərəkatı adından çıxış edənlər yəni və digərlər. Biz nəyə gördük? Biz bütöv Azərbaycan ocaqları olaraq ancaq sevinirik və biz ancaq onu müsbət qarşılayırıq ki, təşkilatlarımız milli hökumətimizin bərpası üçün artıq sözün həqiqi mənasında əməli şəkildə bir araya gəlirlər, bir iradə ortaya qoyurlar. Əslində, İran adlanan ölkədə əsas iradəni ortaya qoyacaq tək güc Azərbaycandır. Azərbaycan türkləridir. Yəni, Azərbaycan sözünün mən hər dəfə deyirəm, Azərbaycan sözünün hərfi mənasının odlar yurdu olduğunu qəbul etməsəm də, ancaq Azərbaycan bir ideya mərkəzidir. Azərbaycan demək bir güc deməkdir, ruh deməkdir. Azərbaycan sözünün əslində hərfi mənası elə Azərbaycan türklər yurdudur, Türk yurdudur, Xəzərlərin yurdudur, Azərbaycanlıların yurdu deməkdir. Bu anlamda bizim üçün çox böyük bir yeni bir dönəm başlayır. Azərbaycan milli hökumətimizin 80 illiyi bizə nəyi deyir? Azərbaycan milli hökumətimizin 80 illiyi bizə artıq milli hökumətimizin bərpasına səsləyir. Bu bərpa sadəcə bir slogan deyildir, şüar deyildir. Bu nəinki yüz minlərlə, artıq milyonlarla Azərbaycanlının, Azərbaycan türkünün iradəsidir. Ərdəbilinin, Təbrizinin, Xoyunun, Makulunun, Şəbüstərinin, Zəncanlının, Həmədanlının, Tehranlının, Qumlunun, hətta Qum şəhəri bir türk şəhəridir. Yəni aşağı yuxarı dönənə qədər türk idi. Bu gün də elə türk şəhəridir. Eləcə də Tehranımız da onun kimi. Demək istədiyimiz odur ki, biz bütöv Azərbaycan ocaqları olaraq da biz bu işin həmişə çalışmışıq fövqündə dayanaq. Yəni biz bu proseslərin arxasında yox, bütöv Azərbaycan ocaqları olaraq biz bu məsələlərdə bütün Güney Azərbaycan təşkilatlarımızdan həmrəyik, onlarla bir yerdə çalışırıq. Tək məqsədimiz budur. Məqsədimiz Azərbaycanın birliyidir. Məqsədimiz Azərbaycanımızın birliyidir. Məqsədimiz milli hökumətimizin bərpasıdır. İndi mən sizə deyim ki, indiki halda, indiki İran rejiminin ki, dini bir rejimdir və Məsud Pezeşkiyan belə götürdükdə rəsmi bir icra orqanını təmsil edirsə, ancaq əsas güc dini orqandadır. Ancaq onlar da bir gerçəkliyi anlayıblar ki, bu yol davam edə bilməz. Yenidən bir dönüş olmalıdır, bir şeylər dəyişməlidir. Yəni bu bir şeylər dəyişməlidir. Və mən ümid edirəm ki, bu anlamda dini hökumət öz varlığını Məsud Pezeşkiyanın bir türk kimliyi üzərindən siyasi oyunlar oynayaraq davam etdirə bilməz. Əlbəttə, Məsud Pezeşkiyanın bir türk kimliyi kimi ortaya çıxması müəyyən anlamda bizim orada türk kimliyimizin qəbul etdirilməsidir. Yəni dönənə qədər biz bilirik ki, türk kimliyimizi belə qəbul etmək istəmirlər və bizə deyirdilər ki, siz Farsdan dönməzsiniz, nə bileyim, sizin diliniz türk dilidir, ancaq bizim varlığımız türkdür, bizim mədəniyyətimiz türkdür. Bunu heç kəs inkar edə bilməz. Bunu inkar edənlər öz inkarları üzərindən, yəni özlərini geriyə addım atırlar, öz varlıqlarını şübhə altına qoyurlar. Demək istədiyimiz odur ki, inşallah Azərbaycanımızın milli varlığı, mən hər zaman bunu düşündüm, Azərbaycanın və türklük varlığı, yəni bu iki anlayış bizim üçün çox önəmlidir. Azərbaycan və türklük bizim üçün çox önəmlidir. Biz milli kimliyimizi hər halda Məsud Pezeşkiyanın bir türk kimliyi kimi İran adlanan ölkədə prezident seçilməsi, bir türk kimliyimizi bu aşağı yuxarı qəbul etdirməkdirsə, ancaq biz bununla kifayətlənən deyilik. Yəni, məsələ ancaq bir milli kimlik davası da deyildir. Məsələ bizim milli dövlətimizin, milli hökumətimizin bərpasıdır. Yəni, milli kimlik. Milli kimliklə bizi sakitləşdirə bilməzlər. Yəni, bəzi insanlarımız deyə bilərlər ki, Məsud Pezeşkiyan bir türk dövlət başçısıdır, artıq nə istəyirsiniz? Biz Məsud Pezeşkiyanın bir türk kimliyi kimi varlığı məsələnin bir tərəfidir. Bizim əsas istəyimiz nədir? Əsas istəyimiz milli dilimizin bərpasıdır. Əsas istəyimiz milli dövlətimizin bərpasıdır. İnşallah mən ümid edirəm ki, 80 illik Azərbaycan milli hökumətinin 80 illiyi ki biz onu qeyd edirik, artıq çox yaxın zamanda biz milli dövlətimizin artıq bərpası gününü də qeyd edəcəyik. İnşallah.